elə bir iş görməliyəm ki, uşağım rahat oynaya bilsin. Həm də elə bir iş görməliyəm ki, qonşu narahat olmasın. Üçüncüsü də qonşu da bilməlidir ki, bu uşaqdır. Ola bilər ki, uşağın enerjisi çoxdur, ata, ana hər bir işi eləyir, amma uşağı belə dedi, əhəlləşdirə bilmir, sakitləşdirə bilmir. Mən qonşu olaraq başa düşməliyəm, uşaqdır. Mənim öz başıma gəlib. Məsələn, uşaqlar qaçırdılar, tez qonşudan SMS gəlir ki, indi istirahət vaxtıdır. İstirahət vaxtı uşaq anlamır da bunu. Gərək biz bilməliyik ki, bizim bu baxış bucağı niyə görə qeyd etdim? Biz bilməliyik ki, bir binada biz yaşayırıq. İnsanlar bir-biri ilə bacı qardaşdılar. Biz bir-birimizi başa düşməliyik. Bu gün filan kəsin evində balaca uşaq var. Səs gələ bilər, ağlama səsi gələ bilər. O uşaq gecə yuxudan durub ağlaya bilər. Mən gərək onu dərk eləyim. O da gərək məni dərk eləsin. Bu qarşılıqlı anlaşma olmalıdır ki, biz bina evində rahat həyat tərzini davam edə bilək.